Əslində bu doğrudan da tarixi bir görüşdür. Ona görə ki, bütün dünya üçün əhəmiyyətli bir görüşdür. Bu günləri dünyada iki ən güclü iqtisadi baxımından dövlətlər Çin və Amerika Birləşmiş Ştatları arasında ciddi rəqabət var və onların görüşü hər bir deməli dünya mediasının diqqətində idi. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları prezidenti Çin prezidentini 2019-cu ildə görüşmüşdü son dəfə və yeni prezidenti seçiləndən sonra ilk görüşü idi. Hamının gözləntiləri çox böyükdü, amma gəlin görüşü təhlil eləyək. Görüş 1 saat 40 dəqiqə davam elədi. Yəni bu qədər problemlər olan məsələdə belə bir qısa görüş, bunun tərcüməsini də nəzərə alsaq demək olar ki, hardasa bir yarım saat 40 dəqiqə bunlar məhsuldar danışıqlar aparıblar və bu danışıqların sizə azdır yəni. Əlbəttə ki, bu qədər problemlər olan bir iki dövlətin arasında dünya problemlərini həll edən məsələsi bu həddindən artıq. Bunu heç olmasa 4-5 saatlıq danışıqlar olmalıdır. Çox güman ki, burada danışıqlar ancaq və ancaq bundan əvvəl diplomatik sahələrin razılaşdırılmış məsələlər üzrə gedib və nəticə etibarilə də biz bunu görürük. Məsələn, hansı nəticələr əldə olunub? Məsələn, Amerika Birləşmiş Ştatları ilə Çin arasında iqtisadi cəhətdən çox ciddi problemlər yaranmışdı. Bu nadir metalların Çin tərəfindən Amerikaya satılması ilə bağlı məhdudiyyətlər, Amerikadan soya məhsullarının alınması ilə məhdudiyyət. Ona görə ki, Amerika istehsal edir soyanın 50%-ni Çin alır. Məsələn, nadir metallarla söhbət gedirsə, dünyanın 70% nadir metalları istehsal edən Çindir. Bu, hər iki dövlət üçün çox vacib amillərdir. Çin, Amerika Birləşmiş Ştatlarının dövlət borcunun ən böyük saxlayıcı dövlətidir. Aralarında olan 500 milyarda yaxın əlaqələri var. Buna baxanda bu münasibətlər çox genişdir. Amma hamını maraqlandıran Ukrayna məsələsidir. Ona görə ki, aydın məsələdir. Rusiyanın bu günləri dəstək verən dövlət, əsas dövlət Çindir və Çinin bu günləri Rusiya təzyiqindən Rusiyanın Ukrayna müharibəsindəki qəbul elədiyi qərarlar ciddi şəkildə asılı olacaq. Bu baxımdan bu ilə bağlı hər hansı bir məlumat verilmədi. Amma bir məsələ də var ki, onlar aralarında danışdılar, gələn aprel ayında geniş bir görüş keçirsinlər və çox güman ki, o aprel ayına qədər bunlar bu məsələləri bir çoxlarını öz aralarında müzakirə edəcəklər. Murad bəy, Çin və Birləşmiş Ştatlar münasibətlərindən danışdınız. İndiki mərhələdə Amerika Birləşmiş Ştatlarından Rusiya-Ukrayna müharibəsi ilə bağlı ciddi bir gözlənti var və bu günlərdə cəbhədə də vəziyyət çox kritikdir. Enerji baxımından hazırda xüsusilə də Rusiya-Ukraynanı çöktürməyə çalışır. Bilir ki, onun ən zəif nöqtələrindən biri də budur. Və bu kontekstdə də Ukrayna prezidenti Volodymyr Zelenski də çağırışlar eləyir. Birləşmiş Ştatların bu dəstəkləri, ən azından dediyimiz kimi Rosneft, Lukoil şirkətlərinə sanksiyalar tətbiq etməsi indi sonuncu olaraq Tomahawklarla bağlı qərarın veriləcəyinə dair də CNN-in informasiya yayımlaması fonunda Rusiya bu baxımdan biraz da sürətləndirəcək öz əməliyyatlarını, öz təxribatlarını, yoxsa azalma müşahidə olunacaq? Yəni bir geri çəkilmə müşahidə ediləcək bu məsələdə. Qısa bir müddətli perspektivdə demək çox çətindir, amma uzun müddətli biz götürsək, əlbəttə ki, Rusiya bu müharibəni aparmaq üçün uzun müddət onun iqtisadi dayaqlarına həddindən artıq çox ciddi zərbələr vurulacaq və bu zərbələr Rusiya üçün çox təsir edici olacaq. Mən hesab edirəm ki, uzun müddət əgər Donald Trump'ın təzyiqləri artsa, Rusiya bunu bu indiki templə həyata keçirməyə nail ola bilməyəcək. Ümumiyyətlə, baxsaq cəbhə bölgəsinə də biz görürük ki, hər hansı bir ciddi, baxmayaraq ki, müxtəlif məlumatlar verilirdi. Biz Rusiya Təhlükəsizlik Şurasında müzakirələri eşitdik, Baş Qərargah rəisinin məruzələrini eşitdik. Güya ki, Ukraynanın iki böyük hərbi qüvvələri mühasirəyə alındı və s. Amma bunlar heç bir həqiqəti əks etdirmədi. Məsələn, bu Resnik raketi ilə verilən elanlar o heç bir təsir edici imkanları yoxdur vəziyyətə. Bu baxımdan mən hesab edirəm ki, Rusiya... Amma deyilir ki, axı Murad bəy, Birləşmiş Ştatlar lideri Donald Trump da bir növ nüvə silahlı sınaqları məsələsini elə buna görə gündəmə gətirdi. Yəni bir qarşılıq olaraq sanki... Yox, bu ritorika ki var idi. Bilirsiniz, bu Resnik raketin elan edirlər ki, 15 saat havada uçur və s. Bugünkü nüvə
deməli ölkələr arasında olan silahlarla vəziyyətdə 15 saatlıq uçan raketə ehtiyac yoxdur. 15 saat ərzində onu vurmaq ehtimalı çoxdur və Amerika Birləşmiş Ştatları onu da elan elədi ki, bizim atom sualtı qayıqımız Rusiyanın şimal sərhədlərində yerləşib. Tamaşaçılar üçün məlumat verim ki, Virginia tipli atom sualtı gəmiləri 28 Trident raketi daşıyıb. Hər raketin də 10 dənə nüvə silahı başlığı olur. Yəni 280 dənə bir dənə sualtı qayıq daşıya bilir və o ərazidən Rusiyanın əsas mərkəzi şəhərlər Sankt-Peterburqdur, Moskvadır. 1 dəqiqə, 4 dəqiqə uçuş vaxtıdır. Yəni Amerika Birləşmiş Ştatlarının prezidenti elan elədi ki, sizin elan etdiyiniz o Burevestnik raketlər heç bir təsir eləmir. Bizim belə bir qüvvələr var. Bəli, nüvə silahının deməli bağlı verilən məlumatlar da bilirsiniz, nüvə silahı elə bir elementdir ki, vaxtaşırı onlar öz istifadə dövrlərini keçəndən sonra ola bilsin ki, siz onu istifadə elərsiniz, o heç partlamasın da. Ona görə vaxtaşırı bunun sınaqlara ehtiyac var. Uzun müddət idi Rusiya-Amerika arasında danışıqlar var idi. Ümumiyyətlə sınaqlar hamısı dayandırılmışdı. Amma bu ilk olaraq Amerika Birləşmiş Ştatları bunu elan eləməklə də siz düzgün toxundunuz ki, bu Rusiya qarşı müəyyən bir təzyiqdir.